Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə. Demək, son günlər siyasi olaylar, geosiyasi strategiyalar və bölgəmizdə baş verən hadisələr həm Türkiyəmiz üzərinə, həm Qafqazlarda, həm Orta Asiya, Türkistan bölgəsində baş verən olanlarda qarşıda gələn çox böyük təhlükələr var. Bu təhlükələrdən əsas biri can Türkiyəmizin üzərinədir. Türkiyə Cumhuriyyətinin üzərinədir. Və bu son olaylar, terrorsuz Türkiyə, barış sürəci, İmralı hadisələri, bunlar hamısı düşürülmüş bir hərəkətdir. Ancaq araşdırdığım araşdırmalara görə Türkiyəmiz 2028 və 2030-cu illər arasında qarşıdakı böyük bir fırtınanın tam ortasındadır. Bölgesel savaşların tam ortasındadır. Bunu da nəzərə alaraq Türkiyə Cumhuriyyətimiz, baxın, Kipristə uluslararası güclərdir. Fransa, İtaliya, Amerika, İngiltərə, İsrail hamısı. Ege dənizində, Ağdənizdə İsraillə qarşı-qarşıya gəlmək savaş çıxa bilər Türkiyəmizin Ağdənizdə. Suriyada YPG, PKK terror örgütü və işdən də böyük güclərin ən böyük bu günləri əllərində tutduqları kozur etnik savaş qışqırtmalarıdır Türkiyəmizin içində. Və buna da siyasi partiyalar olaraq DEM, terrorun siyasi ayağı və Hüdapar və digərləri əsas DEM partisidir. Ona görə Türkiyəmiz inşallah devlətin üst qatında olan igidlərimiz ilk öncə içdə olan təhlükəni, Türkiyəmizin içində olan təhlükəni bərtaraf etməlidir. Terror təhlükəsini təmizləməlidir. DEM partinin də hamısında çökdürməlidir. Bunun başqa yolu yoxdur. Ya bu masa deyilən barış sürəci masada bu işlər bitirilməlidir, ya da əks halda Türkiyəmiz həm əskəri, həm siyasi tərəfdən terroru, PKK deyilən terroru və örgütü və siyasi ayağı DEM parti infaz etməlidir, aforz etməlidir. Bunun başqa yolu yoxdur. Ya bunlar devlətin dediyi ilə olacaq, masada çözüləcək bu işlər, ya da bunlar həm əskəri, həm siyasi tərəfdən aforz ediləcəkdir. Buna kimsə şübhə etməsin. Ona görə bu qarşıda gələn böyük təhlükəyə görə Türkiyəmiz işdəki bu təhlükəni, etnik qışqırtmaları və etnik terroru təmizləməli, durdurmalıdır ki, bu bölgədə olan bütün savaşlara qarşı dura bilsin, dik dura bilsin Türkiyə Cumhuriyyətimiz. Çünki işdən olan təhlükəni təmizləməsək, içimizdə olan düşmənləri təmizləməsək, bərtaraf etməsək, bu güclərə qarşı savaşmaq çətin olacaqdır. Çünki baxın, Suriyada PKK və Türkiyənin şimalında Rusiya, Amerika gərilimi, Zəngəzur bölgəsində olan Amerika-Rusiya gərilimi də bu işlərin ortasındadır. Və İsraillə qarşıda böyük təhlükə var Ağdəniz üzərindən. Bunların hamısına qarşı dik durmaq üçün Türkiyəmiz ilk öncə işdəki cəbhəsini möhkəmlətməlidir və bu DEM partinin siyasi ayağı, terrorin siyasi ayağını aforz etməlidir, təmizləməlidir. Ya Türkiyə Cumhuriyyətinin dediyi ilə razılaşacaqlar, ya da bunlar hamısı infaz ediləcək. Başqa yolumuz yoxdur. Bu böyük stratejidir. Bu dövlətin böyük strateji və qarşıda gələn böyük fırtınanın qarşında Türkiyə Cumhuriyyətimizin dik durmasıdır. Bu öncəni görməkdir. Yəni təhlükələr böyükdür. Ona görə mən buradan bütün Türkiyə Cumhuriyyətinə, 86 milyon xalqımıza, Türk qardaşlarımıza, hamıya buradan səs edirəm. Türkü də, Kürdü də, hamısına bir olmaq zamanı gəlibdir. Birləşmək zamanı gəlibdir. Bu çaqqalların, şərxatanların, düşmənlərin, nə dışarıdakilərin, nə içəridəkilərin sözlərə inanmaq lazımdır. Birləşib bir güc olaraq Cumhuriyyətimizi qorumalıyıq, ayaqda saxlamalıyıq. Yeni dünya düzenine qarşı Türkiyə Cumhuriyyətinin üzərinə oynanan oyun ayalətlərə bölmək, federal dövlətlərə bölmək və etnik savaşlar çıxartmaqdır. Buna da heç türlü yol verə bilmərik. Əziz və böyük Türk millətim, kimsə ruhdan düşməsin. Bu yolda mücadilə edən fədailər də var, devlətdə də,
Devletdən kənarda da əsgərlərimiz də var, paşalarımız da var. Və heç vaxt da bu yox olmamışdır. Və hər zaman biz bu mücadilədəyik, bütün fədailər. Allah Türk'ü qorusun və uzatsın. Nə mutlu Türk'üm deyənə. Allah'a emanet olun.